Peyğəmbər sallallahu buyurur. Buyurur ki, bir adam, insan bilsə ki, Ramazan ayında nə fəzilətlər var, nə fəzilətlər var, arzulayar ki, bütün il Ramazan ayı olardı. Arzulayar bunu. İnsan bilsə ki, nə fəzilətlər var, nə üstünlüklər var mübarək Ramazan ayında. Bu ay insan ruhuna hansı təsirləri göstərir? Mən bir alimlərdən birindən bu sözü eşitmişdim, keçmişdə də sizə demişdim. Deyirdi ki, Allahın bizə lütfüdür ildə bir dəfə bu Ramazan ayının olması. Olmasaydı, çətin aqibətimiz xeyirli olardı. Bilirsiniz necədir? Biz il ərzində xətalar, günahlar, ruhumuzu yaman günə qoyuruq. Allah gəlir bir ayda təmiz eləyir, təzdən yolumuza davam edirik. Bu təmizləmələr deyir olmasaydı ki, Ramazan ayının xüsusiyyətidir. Deyir, biz çoxdan bədbəxt olmuşduq. Bu ayda bir dəfə orucdur bizi saxlayan. İldə bir dəfə orucdur bizi qoruyan, saxlayan, təmizləyən. İnsan bilsə ki, oruc nə qədər gözəl bir ibadətdir, nə qədər şirin bir ibadətdir, nə qədər mənalı bir ibadətdir, qaşqabaqlı olmaz. Deyir, mən oruc olanda əsəbi oluram. Oruc olanda şad olmasan, niyə əsəbləşirsən ki? Evdə hamı qorxur ki, filan cənab gələcək, indi iftar vaxtıdır, 5 dəqiqə gecikdirmə. 5 dəqiqə gecikdirmək olmaz. Qorxudan tütürürlər də, bu oruç tutub, bundan sonra... Nə deyim ben? Yəni, evdəkilərə əziyyət verəsən, ətrafa əziyyət verəsən, bu orucun fəzilətini azaldır. Oruc sevincə səbəb olmalıdır, qəlbi şad eləməlidir. Buyurur ki, mən həssənə minkum fi hazə şəhər xulqəhu, kənə ləhu cəvazən aləs-sirat. Peyğəmbər buyurur, kim bu ayda gözəl əxlaqlı olsa, xoş əxlaq nədir? Yəni, gülərüz olsa. Deyəsən, hə, orucdur bu. Gülərüz görəndə belə, indi dilə ki, qaşqabaqlı, orucdur, sən Allah danışdırma, orucdur. Qaşqabaqlı adam görəndə deyəsən, orucdur. Amma əslində belə olmamalı. Birinin üzü gülər görəndə deyəsən, hə, orucdur bu. Hər şey tərsinədir də bizdə. İnşallah yavaş-yavaş düzələr. Amma belədir, təəssüflər olsun. Peyğəmbər buyurur, kim bu ayda xoş əxlaq olarsa, gülər üz olarsa, mehriban olarsa, üzündə təbəssüm olarsa, Allah ona nə verər? Allah ona siratdan keçmə icazəsi verər. Yəni, rahat keçər siratdan. Sirat da cəhənnəmdən keçir, axı bilirsiniz. Keçər, gedər cənnətə doğru, sürətlə gedər. Çünki cəmaata şadlıq verirdi, sevinç bəxş elirdi. Və huvə şəhrun, Peyğəmbər buyurur, yuzaifu fihil həsənat. Belə bir aydır ki, yaxşılıqlar artır bu ayda. Səhər durmuşsunuz namaza, sübh namazını qıldınız, deyən ki, yaxşı bir vərəq Quran oxuyum. Mən indiyəcəm bu şəkildə deməmişəm. Deyək, məsələn, belədir. Bismillahirrahmanirrahim. Deyəsən, səhv eləmirəmsə 19 hərf var. 19 hərfin hər birinə Peyğəmbərdən bir hədis var ki, Quran oxuyursa hər hərfinə bir Quran xətm eləmək savabı yazılır. Bəzi yerdə deyir bir ayəsinə, bir də var bir hərfinə. Allah elə bil ki, artırır da hər şeyi, çoxaldır. Bir hərfinə bir Quran xətm eləmək. İmsaka durub çörək yeyirəm. Buyurur ki, imsaka başladı yeməyə, artıq elədiyi Allahla öz arasında olan bütün günahları Allah bağışlayır. Orucluq indi daxil olub, Vəssalam, sıfırlandı, tərtəmiz. Bir dənə insanların haqqı, oyun özün gərək həll eləyəsən, haqlarını qaytarasan. Amma Allahla öz arasında günahlarım var. Ramazan ayının gözəlliyinə bax. Birinci imsakında deyir, bağışlandı hamısı. Tərtəmizsən, pak, elə bil dünyaya indi gəlmirsən. Buyurur, ən bədbəxt insan o adamdır ki, Ramazan ayı gəlib gedir, o bağışlanmır. Nə qədər xoşbəxtdir bizlər ki, Allah bizə qismət eləyib, dəvət eləyib. Nə qədər xoşbəxtdir. Bu xoşbəxtliyi indi başa düşməsək, qiyamət günü deyir, iki yerdə insan sevinir, bir iftar vaxtı, bir qiyamət günü. Qiyamət günü görəcəksiniz, orucunuzun əvəzini görəcəksiniz. Allah deyir ki, özümü verəcəm oruç tutanlara, özümə qovuşduracam. Qiyamət onunla mənim görüş yerimdir. Cənnət onunla mənim görüş yerimdir. Oruç tutanlar gözləsinlər, görün necə qarşılayacam onlar. Yəni, deyərlərə, xüsusi mükafatımız var filan şeyə. Allah deyir, oruç tutanlar darıxmasınlar. Oruç tutanlara izah da eləmək olmur. Oruç tutanlar bu tərəfə gəlsin, görsün ki, oruc nədir? Orucun əvəzi nədir?